Salam, necəsiniz, nə var, nə yox? Bugün sizlərlə birlikdəyəm dostlar. Bugün sizlərlə birlikdə World Soccer Champions'də yəni karyera eləyəcəm və bugün yəni dostlar necə deyim, yeni sürüm yükləmişəm və dostlar Sporting'dəyəm mən və bugün Milan karyeri eləyəcəyik. Ve dostlar burada pekler var. Retro Legends, Asya Cool Pack, Mineral The Pack, Pro Data Pack var. Ben Pro Data Pack'ı yükledim. Çünkü orada dostlar futbol komandaların logoları var. O birisi de yoktu. Yani hiç PK yüklenmeyen deyil. Və dostlar biz nə karyera eləyəcəkdik? Bayern Münih. Və dostlar sizə göstərəcəm Türkiyə karyerasında. Göstərim sizə. Yeni sürümdür. Dominik Livakovic, Yusuf En-Nesyri, Fred falan. Ciku bunlardır dostlar. Diego Carlos, Galatasaray'da Fernando Muslera 78'e düşüb. Victor Osimhen var ve Mauro Icardi dedikleri Morata dedikleri dostlar. Morata geldi bildiğiniz kimi. Ve dostlar Almanya karyerası eləyəcəyik, yəni Bayern Münih. Bayern Münih'də başlayaq. Ve dostlar başlayır karyeramız. Ve dostlar bizim ilk 11'imiz belədir. Yəni biraz daha da güclü eləyə bilərəm. Sane əslində dostlar bir dəqiqə külək əsir dostlar biraz. Bir dəqiqə. Dostlar gözləyin gəlirlər. Və dostlar bizə 50 milyon təklif eləyirlər Dayat Ukamance'yə. Və dostlar biz Neuer'i satacağıq çünki Neuer yaşlanıb bildiğiniz kimi. Və dostlar bunu da satsaq Upamecano, bunu da 50 milyona satdığım üçün bizdə 100 milyon bütçəmiz var. Bizdə Kimije falan var. Dostlar gözləyin, mən burada şeydir. Bir oyun atdanım, baxım görüm təkliflər gələcəkmi? Bayern Münih. Bu arada Bayern Münih'in kadrosu biraz köhnələrdə qalan kadrodur. Komana təklif var. Get Komasında 43 milyona çox gözəl transferlər eləyirik. Sane'ni mən satacağım çünki Sane Galatasaray'da olmalıdır əslində. Leroy Sane satdım getdi. Villarreal'a getdi. Çünki dostlar belə idi bizim kadro əslində. Müller falan. Thomas Müller yedəklərdə olacaq. Çünki yaşlanıb adam. Dostlar mən transferlər eləyib gələcəm. Və dostlar bir şey fark etdim. Mən Ederson aldım bildiğiniz kimi. Və dostlar mən bir şey fark elədim. Yəni dostlar kimmiş belə. Və adam alanda nədənsə başqa cür gəlir. Əvvəl başqa cür gəlirdi dostlar, indi başqa cür gəlir. Mən meydə olacam. Declan Rice məsələn hansını alım? Çençeyə də onu alıram. 56 milyondur. 65 alıram, gəlmədi. 73 milyon. Baxın dostlar, belə gəldi. Yəni effektli gəlib də, yəni əvvəl effektli gəlmirdi. Yəni göz qırpımı var, tərpənməyi var. Yəni belədir dostlarım. Moises Caicedo. Mən 2000-ni belə, Caicedo'nu belə qoyacağam. Və dostlar sizə bunu göstərmək istədim. Və dostlar bizdə Harry var. Bizdə stoper lazımdır. Stoper dostlar, onu da transfer edib gəldik. Və dostlar burada Sasha Boy 78'e düşüb. 82'den 78'e düşüb. Onu da satacağıq. Və dostlarım mən nə aldım? Ruben Dias aldım.
Və dostlar, Sasha Boyeni də satdım mən. Çünki elə var idi. Və Sasha Boye Galatasaraya getmədi. Başqa takıma getdi, elə bildim. Alfonso Davies var bizdə. Kim Min-jae'yi mən satacağım. Çünki bizə pul lazımdır. Kim Min-jae mən satıram. Və dostlar, adamı göndərəndə nədənsə, yəni əslində mən istəyərdim ki, yəni nasıl deyim, necə deyim, yəni yeni Soccer Champs-də, yəni 10-cu sürümdə mən istəyirəm ki, və dostlar 9.9 çıxıb 9.8-dir mən bilən. Və dostlar, bu moddandır. Yəni bildiyiniz kimi burada 17.000 baksımız var. Yəni 2000 baks, yəni 8000 baksımız $115. Yəni biz buna mal kimi gedib baks verə bilmərik. Çünki dostlar, biz hilləli indiririk və həmçinin də dostlar oyunumuzu oynayırıq. Və dostlar, transferlər edib gəlirəm. Və dostlar, transferlərimizi elədik. Mən Bastoni, Ruben Dias və Ederson'u aldım. Və bir də Caicedo'nu aldım dostlar. Və 42 milyon euromuz qaldı. Və dostlar, bizim Olisemiz var. Gnabry var. Və dostlar, mən sol qanada bir dənə oyuncu almaq istəyirəm. Burada dostlar, Neymar Santos'da da gördüyünüz kimi əvvəl Al Hilal'da oynayırdı. Elə göstərirdi. Yəni proqram. İndi Neymar Santos'da oynayır. Və dostlar, biz burada hansı transfer eləyib və dostlar, Rafael Leo 85'ə düşüb, 87'dən 85'ə düşüb. Çox qəribədir dostlar. Və Neymar'ı mən transfer eləyəcəm. 41 milyona gəlsin Neymar. Amma gəlmədi. Mən Neymar'ı transfer eləyəcəm. Neymar Bayern Münih'in efsanesi olacaq. Xatirələrdə qalacaq. Və dostlar, Neymar Bayern Münih'in efsanesi olacaq. Neymar Junior. Və Gnabry'i mən burada oynatmayacağım. Yəni yedəklərdə oynatacağım. Bizim 2 dənə qapıçımız var. Mən Paretsi satacağım. Parets Cəbra. Və dostlar, Parets Sporting Braga'ya getdi. Və dostlar, istəyirsinizsə 1998 güncəlləməsində oynaya bilərəm sizin üçün. Və dostlar, çox gözəl güncəlləmədir. Yəni əvvəlki oyuncular var. Məsələn, sizə göstərmək istəyərdim. Bir dəqiqə dostlar, bu qalsın. Sportingə daxil oluruq. Və Sporting. Burada Ronaldo var. Cristiano Ronaldo əvvəlki oyunculardan. 28 nömrə geyinir və 16 yaşındadır. 16. Mən burada neçə sezon ilerləmişəm? 14 sezon. Və bu 13 yaşında gəlib. Və dostlar, əvvəlki oyuncuları göstərim. Ronaldo var, yəni Ronaldo Nazario, Zidane, Paolo Maldini, Gabriel Batistuta. Yəni çox gözəl efsanələr. Pavel Nedved var dostlar. Nesta var. Yəni Luis Figo belə var. Zer Roberto var. Roberto Carlos dostlar. Roberto Carlos. Və bir şey diqqətinizi çəkdi. Çünki bunlar ucuzdur. Necə yəni? Necə ucuz ola bilər? O qədər, yəni orada 100 milyondur. Burada niyə 21 milyon? Çünki dostlar, əvvəllər dollar aşağı idi. Yəni euro, dollar aşağı idi və oyuncuların dəyəri çox az göstərirdi. Məsələn dostlar, biz belə baxaq da. Necə göstərim sizə? Bu arada Bayern Münih karyeramız qaldı. Yox. 1 milyon
milyon 6 milyon. Biz dostlar 1 milyon 6 milyona bunu ala bilmərik. Yəni 70 oyuncular ala bilər. Bu arada Samuel Eto'o var burada. İndi gördüm. Bir dakika, Ramos var burada. Sergio Ramos. Sergio Ramos. Dostlar yoxdur, amma ola da bilər. Bəs yaxşı. İbrahimovic. Zlatan. O yeni gelmedi bu ama var dostlar. Zlatan İbrahimovic dostlar var. Yine dostlar belə bir güncəlləmədir. Mənim fikrimcə çox gözəl güncəlləmədir. Bu arada Luis Figo var. Nifrət elədiyim oyuncudur. Alessandro Nesta var. Uda, Vieira var görən dostlar burada. Giggs. Ryan Giggs. Əvvəlin oyuncusu. Totti var dostlar. Göstərim də. Rui Costa. David Beckham belə var. David Beckham. Və dostlar Roy Koyanı. Və dostlar belə bir oyunculardır. Mənim fikrimcə çox gözəldir. Yəni əgər Edwin van der Sar əvvəlin oyuncusu və dostlar var 6 milyondur. Mən heç buraları görməmişdim, amma indi görürəm. Çox əfsanə oyuncular. Roma, Cafu, Boer var, Ronald de Boer. Çox gözəl oyunculardır ya. Müller yoxdur, Müller var. Vakio var, Van Kees, Van Wonderen. Və dostlar çox gözəl güncəlləmədir. Və Raul var, Santos var, əvvəlin oyuncuları. Dida! Unudulmaz efsane. Dida. Kulidin Nunes əvvəl. Şərəfsizin nə işi var burada? Bu efsane olub da güya. Oliver Sarkisyan nədir? Ermənistanın oyuncusu. Dostlar. Bəlkə bu oyuncu yox. Özlərindən ikiliyiblər oyuncusu. Hakan Şükür. Hacı var göstər. Dostlar Hacı var. Hacı. Hacı yoxdur nəncə? Hacı olmalıydı dostlar, nədəs? Elvir Balic. Fenerbahçe'nin efsanesi. Bunların. Henry var. Henry nədənsə overlazdı. Çox gözəl efsanələr. Dostlar Haaland'ın atası. Burada da Inge Haaland. Bunlar nədir? Bunlar necə vardı? Əvvəlin oyuncusu. Ya Carlos var. Burada tanıdığım Haaland'ın atası oldu. Raul var. Bir de oyuncu olmalıydı. Hakan Şükür var bir de. Paul. Dostlar əvvəldən buraxan oyunçumuz Adrian Martinez. Bu dostlar biraz 75'lerden oyuncular var. Pirlo'nu tapdık dostlar burada. Pirlo. Azerbaycan'ın oyuncusu Adam Niftaliyev. 3 milyon. 79'luk oyuncusu ve Barcelona'da oynuyor. Unudulmaz efsanedir. Ama Barcelona'da oynayıb bilmirəm. Onu bilmirəm dostlar. Ama çox
gözəl oyunçumuzdur. Xavi! Dostlar, Xavi. Xavi var dostlar burada. Xavi. Başka Ricardinho. Ronaldinho var dostlar burada. Ronaldinho. O dostlar Ronaldinho. Dostlar Ronaldinho var. Çok güzeldi de dostlar. Çok güzeldi. Yani inanılmaz bir güncəlləmədir. Mənim fikrimcə çox əla, çox gözəl bir güncəlləmədir. Və dostlar oyunumuzu başlayaq. Bayern Münih. Əgər ondan da istəyirsinizsə kanalıma abunə olmağı, like atmağı və bildirimdən xəbərdar olmaq üçün bildirim tuşunu açmağı unutmayın. Yəni mənim fikrimcə çox gözəl transferlər var. Çox gözəl oyuncular. Olisse'miz var. Kerkane. Neymar'ı gətirdik. Və dostlar, burada Muhammed Salah 91 olub. Rodri var. Virgil van Dijk 90 overall olan oyuncumuzdur. Və dostlar, burada Messi'ye ve Ronaldo'ya bakacağım. Messi, Ronaldo, Lionel Messi, efsanelerin efsanesi. Ronaldo dostlar 85 oldu. Harry Kane 5-0. Çok güzel. Harry Kane. Bir dakika dostlar, Ramos'u gördüm. Ramos. Sergio Ramos. Vuruldu Ramos. Sergio Ramos 4 milyon euro değerindedir. Ve dostlar evvel görsənizdir. Və belədir. Əvvəldə oyuncular gəlib. Yine Osman Dembele, Alisson, Gabriel. Yəni belədir, yəni oyuncular hələ ki yoxdur. Hələ oyuncular. Cristiano Ronaldo baba. Luka Modric əvvəl Real'dadır. Cristiano baba. Görək hansı komandaya gedəcək. Harry Kane mən çox da satmaq istəyirəm. Çünki Harry Kane yəni kupa qazandıra bilmir. Qazandırmışdı əslində, amma yəni kupa naləti getdi. Ya dostlar Tottenham'da kazandı. Qəribə bir şekilde. Ben hiç düşünmezdim Tottenham kazansın. Yani qəribə bir şekilde Richarlison'un teorisi tuttu. Ya dostlar Bayern Münih 2-2 Gnabry. Olise sakatlandı. Bir dakika. Palfinya. Ulusal kupa maçımız Ulum'la Bayern Münih, Leon Goretzka. Ve dostlar mən Ronaldo'nu bura gətirmək istəyirdim. Yəni istəyirəm. Ola da bilər, olmaya da bilər, amma yenə də transfer eləmək istəyərdim Ronaldo babamızı. 3 milyona verib alacağım. Haydi Ronaldo. Və sözləşməsi qutarır. Bu bizim için çox gözəldir. Və dostlar Ronaldo Bayern Münihə xoş gəldi deyirik. Belə olsun mu yoxsa belə? Neymar belə, Ronaldo gəlsin bura babamız. Diğer stoper Ruben Dias gəlsin əlbəttə.
Caicedo, diğer Kimmich ve Ronaldo babamız buradadır. Ve Palfinha, Meoda, Musiala. Bir dəqiqə dostlar. Bizim sağ bəkimiz yoxdur axı. Bir dəqiqə. Hə, Musiala belə qoydum Meoya. Palfinha'nı da belə qoymuşam. Məncə çox gözəldir, əla görünür. Bayern Münih, Ronaldo Bayern Münih'te ilk golunu atır. Harry Kane sakatlandı. Diyor, "Ay bu nedir?" Bunu görmemiştim, bağışlayın dostlar. Caicedo belə və düzəltdim. Bastoni, Kimmich, Harry Kane sakatlanıb, Müller onun yerinə oynayacaq. Müller babamız. Caicedo, Cristiano Ronaldo. Suarez futbolu bırakır gördüğünüz kimi. Thomas Müller hat-trick. 13-cü həftədəyik və dəqiqə 21-də. Ronaldo. İki gol attı. Bayern Münih, PAOK, Aston Villa, Feyenoord bunu keçərik. Galatasaray bilmirəm, Galatasaray. Milan keçə bilər kimi bilmirəm, amma Barcelona'da həmçinin Feyenoord. Ederson var bizdə, Ronaldo var, Müller var. 0-0'a bitti. Dostlar, yeni takımlar işləyəndə buna baxacağım. Görsəm Müller. Nədənsə. PAOK var, bir dənə mənim diqqətimi çəkən. Bir de kim var idi? PAOK aslında var idi ama yeni takımlar... Ay, yine Manchester City 34'dədir ya. Bunlar çıxa bilməyəcək qruplardan. Adamlar, oyuncular sata peşman oldular. Thomas Müller 5-0. Ederson sakatlanır, bir dəfə də sakatlanma. Ubrik, Goretzka gelsin bura, Harry Kane, Thomas Müller'in yerinde. Haydi Bayern Münih, Harry Kane ve Ronaldo 90. dəqiqədə golunu attı ve takımını öne çıkarttı. Harry Kane ve Robert Bon. Bayern Münih 6-0 qalibiyyətlə evinə dönür. Çox gözəl, çox əla, çox profesyonel. PAOK-la maçımız var. Bayern Münih, Ronaldo, Palfinha var. Tamam inşallah. Qollarını atdılar. Və mən də istəyirəm ki, sezon bitsin, çünki dəqiqələr uçur gelir. 4-2 Dortmund'u ikinci yerde bıraktık. Harry Kane'e teklif var. Harry Kane geçsin. Dava Harry Kane. Gnabry yok. Müller oynayacak orada. Müller baba oynayacak. Ronaldo kaptan. Ama bence Müller olmalıdır. Ama Ronaldo da var. Mənim fikrimcə Müllerdir. Ona görə də Müllerə verəcəm. 100 milyon bütçəlik transfer bütçəmiz var. Onun yerinə bir dənə gözəl transfer eləyə bilərik. Və dostlar, 85+90 oyuncusu alacağım. Martin Odegaard var, Pedro var, Phil Foden, Bukayo Saka, Rodrigo, McAllister, Nicola Barella, Florian Wirtz var 100 milyona. Federico Valverde 96 milyon. Cole Palmer'ı gətirə bilərəm əslində. Və dostlar,
Viktor Gyökeres, Viktor Osimhen, Tchouaméni PSG-yə gedib Nəcəb. Nico Williams var, Ronaldo, Ajo, Declan Rice. Mənim fikrimcə heç bir transfer eləmək istəmirəm. Yəni belə bir transfer eləmirəm. 100 milyonumuz cibimizdə qalıb, yeyib içəcəyik. Və dostlar, Bayern Münih, Thomas Müller və 1-1. 15-ci sıradayıq. Və dostlar, indi fark elədim. Biraz qəribə danışıram. Onun üçün dostlar, bağışlayın. Görək, Ronaldo bu takımda kupa qazana biləcəkmi? Harry Kane də göndərdi də. Heç kim qalmadı burada. Harry Kane kupa nailiyyətindən uzaqlaşdıq. Cristiano Ronaldo golunu attı və Ronaldo 2-12 golla öndədi. Və Ronaldo, haydi Ronaldo Pavlovic 2-1 skorla 10-cu sıraya yüksəldik. Mənim istəyirəm ki 5 və 1 sırancı 5 və 1 arasında olmaq. Thomas Müller qağamız attı. Musiala və Joshua Kimmich. Galatasaray maçımız var. Baxa görə kim qalib olacaq, kim uzacaq. Thomas Müller 1-0. Mən istəyirəm ki, mənim ligi qazanmaq, kupanı qazanmaq, yəni ligin kupasını qazanmaq və həmçinin də Ronaldo babanı üzünə ağ eləməmişdi. Cristiano Ronaldo babamız golunu attı. Musiala belə olsun. Olise belə. Mən də elə biləm sağ bəkimiz yox deyə. Səhərdən mən də deyirəm ki, bizim sağ bəkimiz var idi. 4-0 qalibiyyətlə. Mən dostlar bura sizcə kim gətirəcəm? Sizcə kim gətirəcəm? Babayı 25 milyona. Gəl baba. Orada işin yoxdur sən. Lionel Messi. Ağamız. Babamız. Her şeyimiz. Ronaldo var, Neymar var, Messi var. Çox gözəl ikili, üçlüdür daha doğrusu. Və sağ bek değiştireceğim. Üçüncü tur Bayern Münih. Ronaldo. Prime maçtır Ronaldo. 4 gol ne de bir maçta. Damat 10 maçta 4 gol atır. Bizimki bir maçta 4 gol atır ya. Halal olsun. Haydi Bayern Münih. Ronaldo. Thomas Müller. Milan'ı geriye bıraktık. Ve dostlar Bundesliga'da haydi 4-1. Bu arada dostlar video çekip paylaşmıştım Milan kariyeri diye. Hiç kim beğenmedi. Hiç beğenecek. Evet olmasa dostlar izleyip videoma like ederseniz çok güzel olardı ve bizim qapıcımız Ederson, ben de deyirəm səhərdən bu yoxdur. Şampiyonlar Ligi Barcelona'ya qarşı Bayern Münih 0-0 bitti. Hələ bizim 8-2 olacaq. Olmadı. Barcelona haydi Bayern Münih İstanbul Ronaldo Musiala. İşte Bayern Münih evvel Ronaldo çok gördü. 3-1 ne de adam hiç olmasa 1-0 yerdi. Atalanta'yı bulduk 5-1
şut. Lukman. Onun sırada məncə 3-6-ya girmiş. Və Real Madridlə Barcelona birincidir. Bayern Thomas Müller. Baxa görə Ronaldo 6-cı ucəlini ala biləcəkmi? Haydi Bayern Ronaldo. Burada bir kim Liverpool'a gedib. Liverpool klub kupasını bırakır. 3 tane 90'lık oyuncular var. 40 tane Ronaldo, hiçbiri de almadan ne olsun. Canı sağ olsun. Bir tane mağlubiyet, bir tane beraberlik. Ve Bayern Münih, Union Berlin. Neymar ve Lionel Messi. Adamlar 2 dəqiqə ərzində necə gol atırlar axıma, maraqlı deyə. Eleme turu ve Celtic'le 0-0'a. Allah heyecan yaşıyor. Ve enerji fulleyim. Bayern Münih'e karşı diyeceğim. Van der Beek'e karşıydı. Lionel Messi ve Ronaldo gollarını atmaya devam ediyor. 1-1 bırakacaklar golü. Birinci Ronaldo vardı, ikinci Messi, üçüncü Neymar. Bu 3 squad bir takımdadır. Haydi Bayern. Vidovic, Gabriel Vidovic. Bu arada Fenerbahçe çıkıp ilk defa diyesen Fenerbahçe şampiyonluk görecek. Liverpool, Monaco çıkıp ve Bayer Leverkusen, Arsenal 1-0, Kayrat, Bayern Münih birinci olabilecek mi? Ama aldıramayız. Ya Bayern Münih Barcelona'ya karşı Dani olma. Dani olma diyesem Lionel Messi falan onun için bırakabilirim. 1-1 Bayern Münih 1. Bayern Münih ligi kazanacak. Gnabry gelsin, bırak Gnabry. Babamız. Bak. Concedo. Bir göre kim çıkıp Milan çıkıp Leverkusen, Real çıkıp Manchester City, PSG, Aston Villa çıkıp Inter çıkıp, ne dedim dostlar, kupa laneti var, bunlarda kupa laneti. Bayern Münih, Thomas Müller, Cristiano Ronaldo. Adam gol atmaya doyabilmiyor. Ronaldo 29 gol atıp ve 31. golunu attı. Rama Musiala gece kulübünden sen ne karırdın ay Musiala. Neymar babamız gelsin bura. Müller bir de ye. Müller 9 verək. Diye. Ay penaltılar Ronaldo babanındı. Sen kimsen Müller? Ay Neymar da çıkardılar. Neymar gagam. Neymar atsa Neymar atar.
Ronaldo, haydi Ronaldo sen vur. Ronaldo. Ronaldo baba. Ronaldo vuracaq bunda. Bu arada Thomas Müller'den Neymar'ın nömrəsi fərqli olmalıdır. Ronaldo. Neymar 11 geyinməlidir və telefon dondu. Kaysədə Neymar. 11 nömrə rəqəm. 11. Bayern Thomas Müller. Çok güzel, çok güzel. 1-1. Ve 4. sırada Dortmund dostlar. Ve dostlar normal bir takım yazın. Onu eləyək. Yəni Bayern Münih biraz çox qəribə bir takımdır. Yəni mən o qədər də bəyənmədim bu takımı. Onun üçün də dostlar çox gözəl bir takımlar yazın. Biz də o takıma rebuild eləyək. Görən kim kazanacaq? Thomas Müller sakatlandı. Day bu kadar da olmaz Müller. Olmaz. Neymar. Bu arada Neymar'la Ronaldo rating yayını. Bayern Münih, Cristiano Ronaldo baba. Pavlovic, Neymar'da kırmızı kart gördü. Aferin size, aferin. Çok güzel performanslar göstərdiniz həqiqətən. Haydi Bayern Münih, haydi Bayern Münih, haydi Bayern, haydi Bayern, ay Bayern. Bu Inter'e sen necə uduzursan? Bu Inter. Sen başka işini demirəm. Bayern Münih. Gnabry. Bayern Münih. Ve Ronaldo 36. 37. kupasını kaldırır. Qəribə bir şekilde kaldırır. Neymar santrofor. Bayern Münih. Bayern Münih. Neymar 2 gol. 69-83. Olise. Bu arada dostlar video uzandı. 6-1'nə də Frankfurt atdığı. 8 atardıq, yadımıza düşərdi. Deyəsən 20 milyon transfer büdcəsi gəldi. Bayern Münih bastı Lionel Messi, Jamal Musiala. Ve Real 5 attı yine PSG ile Inter'in maçı geldi ağlıma. Qəribə bir maç idi həqiqətən. 5-0 udmuşduq. Uluslararası tanıda o kazandı. Ve dostlar sezonumuzun sonuna geldik. Kanalıma abone olmağı, like atmağı, bir de bir de abone olmağı unutmayın. Ve bildirim zilini açmayı unutmayın dostlar. Çünkü siz bildirim açtıkça videolardan haberdar olursunuz. Ve videoları izliyorsunuz. Tibi Kutu. Çin'in bakalacak. Vinicius oldu. Qəribə bir şekilde. Ve dostlar sezonumuzun sonuna geldik. Eğer belə bir videoların davamını istəyirsinizsə kanalıma abone olmağı, like atmağı ve bildirim zilini açmağı unutmayın. Sizi çok sevirəm ve bye bye.